Məhərrəm Quliyev boynunu yerə soxun. Bayram vaxtı cəmaət güya aş eləyib dana. Bir dənə soğan çayına şey düzəldir. Öl yerə gir dana Məhərrəm Quliyev. Boynunu yerə sox. Məsələn qazi görünə gün də yaxşı. Bu körpə uşağa bax dana, utanmırsan. Sən kişi boynunu yerə sox. Məhərrəm Quliyev görəm oyun icra başçısı. Utan, bunu yaşa-yaşara. Bunun televizoruna bax, sənin boynunu yerə sox Məhərrəm Quliyev. Öl yerə gir. Öl, çatı sal boğazına. Ala, can qoy be, can. Ayıb olsa Məhərrəm Quliyev. Özünü yandırdığı sağa görə. Bu sağa görə yandırıb özünü. Ay Məhərrəm Quliyev. Sənin ömrü kəssin, milyarder sənə ücü. Cənab prezident bunu görəcəkdir. Sənin boynunu yerə soxun. Səni kim məmur maaşını qaldırmaqdansa, səni kim məmuru yerə soxmaq lazım. Ya da suroka göndərmək, türməyə göndərmək lazımdır. İşığı yandır. Boynunu yerə soxum. Məhərrəm Quliyev, boynunu yerə soxum. Səndən olan kişi öz təpənə dəysin. Boynunu yerə soxum. Özünüzü təqdim eləyin. Həsənov Sərdar Rüstəmoğlu, Qarabağ qazisi. Neçənci qrup ələsiz? 3-cü qrup. Hansı istiqamətlərdə döyüşlədirsiniz? Füzulidən Düz Xocavənd Şuşa Qırmızı Bazar arasında yaralanmışam. Başımda 2 qəlpə var. Başım yarı faiz içəridədir. Hansı medallarla təltif olmuşsunuz? Füzuli, Cəbrayıl, Xocavənd medallar var. Buyurun kesin. Bu evi sizə kim tikib? Sağ olsun, mən özümü görəm bu icra hakimiyyətinin qarşısında bir dəfə özümü yandırmışam. Evimin qarışığı çəkilməyinlə bağlı. Mən özümü yandırandan sonra Balnisada Azərpeykin müdürü zəng elədi Bakıdan. Sağ olsun, onlar gəldi, tikdilər, köməklər verdilər. Görəm o icra hakimiyyətindən bir dənə çöp gəlməyib bu evi. Özü öz civinlə tikib veribdi bu evi. Bəs bu bayram günlərində sizi yada salmadılar. Bəzi qaziləri çağırdılar. Görəm oyun deputatı gəlmişdi, Bədəlov. İftar süfrəsi açıldı. Sizi dəvət eləmədilər. Allah heç kim dəvət eləməyibdi. Ancaq dəvət olunanlar müəyyən qazilərdir. Onlara yaxın olan qazilərdir. Onların sözünü deyən qazilər dəvət olunur. Allah'ın bir kəlmə zəngini eləmədilər. Və ondan da əsfəl video paylaşmışdım. Mənim evimlə bağlı, xaldenikimlə bağlı bombalan boş idi. Evimdə heç nə yox idi. Bayram günü stolun üstünə qoymağı. O videonu görəndən sonra maşınla gətirib yardım verib. Yardım da var videoda. O videonu da çəkmişəm, yardımın videosu. Yardımın içində nə var idi? Düyü, makaron, toyuq əti, yağ, su. Məsələn. Yaşadığınız şəraitdə budur. Budur. Buradan da sel gəlir. Sel gəldi, yuyub aparacaq. Bu nə çaydır buradan keçir? O Gəncən, həm dağın zadın hamısı seli buradan keçir. Göran çay sayılır da. Göran çayı. Daxil olun evə. Bax, qapı. Göranboy rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev. Diqqətli bax. Sənin qazin görünə gün də yaşayır. Siz deyə bilmirəm, çünki ona layiq deyilsiniz siz. Yəni layiq deyilsən sən ona. Valla bu zaborları da gelib zorla yığıb gətirib çəkmişim. Camaat gevzi birlikdən gətirir, taxta tuxta gətirir. Dəmirdümür nəsə gətirir burada azbes şifirinə ölməyib, köhnə tullantı şeylər gətirib cama zabor çəkibdir. Tutan öl yerə gir Məhərrəm Quliyev. Bu gün də Məhərrəm Quliyev, qazin hamamına bax. Məhərrəm hərəsi bir şeydəndir. Qazin hamamına bax Məhərrəm Quliyev. Bax, tuz deyilən bir şey yox. Utanmaq lazımdır. Tuz yoxdur ya kişi, tuz deyilən şey. Körpə uşağı var. Körpə uşağa bax. Körpə uşağa bax. Gör qazi balası belə geyinməlidir, belə olmalıdır. Belə şəraitdə yaşamalıdır. Bax, bax Məhərrəm Quliyev, bax.